Deməli, fırlama cisimlərindən ilk bölməmiz, ilk mövzumuz yəni olacaq nə? Silindir. Özünüz görürsünüz ki, buraya yazılıb, bax, görürsünüz. Silindir və onun müstəvi kəsikləri, silindir səthinin sahəsi və həcmi. Yəni, birinci bölmə bu mövzu olacaq. Deməli, uşaqlar, silindir nəyə deyilir? Silindir necə olur? Hamısından danışaq. Silindir necə olub alınır? Yəni, silindirin yan səthinin sahəsi, tam səthinin sahəsi, həcmindən danışdıqdan sonra artıq suallara baxacaq. Burada deməli ekran belə açaq. Dərsimizin adını yazaq. Silindir. Uşaqlar, indi bura tərifi yazılı şəkli yazmıram, sözlə deyirəm. E, Dərsin adı nə idi? Ümumi dərsin adı. Fırlanma cismi. Yəni, silindirdə fırlanma nəticəsində alınır. Hansı fiqurun fırlanması nəticəsində alınır? Düzbucaqlının və ya kvadratın. Normalda düzbucaqlının bir tərəfi ətrafında, düzbucaqlının bir tərəfi ətrafı, bu eni də ola bilər, uzunluğu da ola bilər, fərqləmir. Düzbucaqlının bir tərəfi ətrafında fırlanmasının alınan fiqura silindir deyilir. Məsələn, bir dənə düzbucaq çəkirəm, uşaqlar. Bax belə. Bir dar uzun düzbucaq çəkdim bu formada. Bu düzbucaqlını lap adlandırıram belə. A, B, C, D. Bu CD tərəfini, CD tərəfin qara markerlə üstündən gedirəm ki, ya CD tərəfi tərpənməz qalacaq. Bax, bunu tərpənməz saxlayıram CD tərəfini. CD tərəf ətrafında belə başlayıram bunu fırlatmağa. Eynən təsəvvür edin ki, ipin başına bir dənə daş bağlamısınız, daşı havada fırladırsınız. Sürətlə fırladanda nə əmələ gəlir havada? Havada da yəni fəzada deyək. Bir dənə çevrə yaranır ki, vermisizmi? Onu ən çox kət uşaqlar eləyir. Yəni kəndirin başına və ya ipin başına və ya da sepi belə əlinizə fırladın, sep olsun. Belə fırladın sürətli şəkildə. Görəsiniz ki, başlayır o dairə cızmağa. Burada elə CD tərəf ətrafını fırladanda burada bir dənə bunun iki sayı alınır bu düzbucaqlının. Bax belə. Kopyası da burada alınır. Buraya yazaq məsələn B1, buraya yazaq D1. A1. Bu adi tərəfi fırlanır axı. Fırlananda aşağıda nə cızmağa başlayır? Çevrə cızmağa başlayır. Bax belə. Arxa tərəfdə burada olur. Çünki fırlanır. Belə. Bax bu fiqura deyilir silindir. Silindir durba. Bildiğiniz durba. Sonra salam. Sonra plastik durbalar görmüşsünüz də, o ola bilər. Ondan sonra o qədər yəni misal çəkim, stəkanlar, da armudlu stəkan demirəm, amma normal düz stəkanlar silindir formalıdır. Yəni çox misal göstərmək olar. Silindir bildiyiniz durbadır. Nəsə, burada AB məsafəsi, DC məsafəsi, B1, A1 məsafəsi silindirin hündürlüyü adlanır. Silindirin hündürlüyü normal H-la işarə edilir. H, H, H. Sonra alt və üst oturacaqlarda dairələrə əməl gəlir. Alt və üst oturacaqlar uşaqlar. Bu dairələr mərkəzdə biri C-dir, biri D. Bunlar da radiuslar. Dairələr nə idi? Radiuslardır. R, R. Bu şəkildə. Yəni burada hələ qeyri bir problem yoxdur. Burada A, B, A, bax, A, B, B1, A1 düzbucaqlısı uşaqlar. Silindirin ox kəsiyi adlanır. Silindirin nə adlanır? Ox kəsiyi adlanır. Həmin biz bu ox kəsiyin sahəsini tapa bilərik. Düzbucağın sahəsi nəyə bərabərdir? Enin uzunluğu hasında. Burada eni h'dır. Uzunluğu da 2r bərabərdir. H vurulsun 2r, yəni qısaca olur 2rh. Deməli desəm ki, silindirin ox kəsiyin sahəsi nətərdir? Deyəsiz ki, 2rh. Harda alınır? Orada alınır ki, düzbucaqlının ox kəsiyi, silindirin ox kəsiyi düzbucaqlıdır. Düzbucağın sahəsi enin uzunluğuna bərabərdir. Hal-hazırda silindirin ox kəsiyi normaldır, yəni düzbucaqlı olur. Amma silindirin ox kəsiyi kvadrat olarsa, yəni buradakı bu fiqur AB, B1, A1.
Bu kvadrat olarsa şolar. Kvadrat olarsa belə silindrə, belə silindrə deyirlər bərabər tərəfi silindir. Bərabər tərəfli silindir deyilir. Vəssalam. Tutardı. Sonra burada ST silindrin oxu adlanır. ST məsafəsi var ha. Silindrin oxu adlanır. Çünki o ox ətrafında fırlanma başlayır. Bayaq çünki ST ətrafında düzbucaqlı ST tərəf ətrafında fırlanmasından silindr almışdı axı. Həmin o ST-yə silindrin oxu deyirlər. Silindrin oxu deyilir. Bu primitiv anlayışlardır, əlbəttə. Görürsən nə rahat. Çətin bir şey yoxdur. İndi biz danışacağıq şola silindrin açılışından. Silindri əməliyyat edib söküb tökürük. Silindrin yazıram bura açılışı. Adicə coğrafiya dərsindən bilirsiniz ki, yer kürəsi kürə formasındadır. Amma yer kürəsinin açılışı nədir? Xəritə formasındadır. O xəritəni qlobusda bükürlər də, olur kürə. Amma açılışda nətərdir? Xəritə formasında. Bu da elə. Biz silindri bir tərəfindən belə neşter bıçağı ilə şaquli istiqamətdə kəsib əməliyyat eləsək, onda silindrin açılışı, yəni yan səthinin açılışı düz bucağı formasında olacaq uşaqlar. Silindrin yan səthinin açılışı, bax bu hündürlük stabil qalır. Amma aması odur ki, indi burada mən yerim az olduğu üçün belə çəkirəm. Amma normalda o boyu çəkməliydim əslində. Amma məcburam belə çəkməyə, çünki yer çatmayacaq. Ya da ki, aşağını silim, elə çəkim. Bir dəqiqə gözləyim, geri qaytaraq bunu. Buralar artıq bəllidirsə, buralar silək. Burada bizə lazım deyil. Da buranı demişəm. Aha, indi çəkək. Bax, hündürlük sabit saxlamaqla yəni. Bax, silindrin açılış formasını çəkdim. Çünki eni, eni sabit, amma uzanıb da. Bu silindrin açılış sözünü silək buradan. Çünki mən burada kürələr çəkəcəm. Çevrələr çəkəcəm. Bir də bu silindrin alt və üst oturacaqlar dairə formasında indi axı. Yox. Bax belə. Aha. Bu üst oturacaqdı silindrin. Bu da alt oturacaqdı uşaqlar. Açıldı elə bir ki, bax belə. Gül kimi açıldı. Bura yenə A, B, B1, A1. Hündürlük yenə H-dır, dəyişmir. Bu çevrənin mərkəzi C yazmışdıq. Bu çevrənin mərkəzini yazmışdıq D. Radiusdan çəksək, radius da həmən radiusdur. Yəni sadəcə əməliyyat edib söküb tökmüşük. Bu da radiusdur, bu da radiusdur. Bax, yenə o düzbucağı büküləndə uşaqlar, düzbucağı büküləndə çevrə boyunca bükülür. Yəni bu A-la A nöqtəsi ilə A1 nöqtəsi çevrə boyunca büküləndə gəl burada tutaq bax bu nöqtə birləşəcəklər belə. Elə bir qucaqlayır da belə. Sizə belə izah edeyim. Elə bir ki deyirəm ki, hər hansı bir palıd ağacdır, belə qalın bir palıd ağacdır. Dairə formasında palıd ağacdır. Deyirəm ki, onun bir dənə xalça ilə ətrafını bükək. Güya qoruyuruq da belə. Bükək və ya da ki, nəsə bəzək vururuq. O belə bükək deyənə bükəndə belə gəlib ağzınıza birləşir də orada. Yəni bu düzbucaqlının uzunluğu A1 məsafəsi var ha. Çevrə boyunca qatlanar. Çevrə boyunca bükülür. Ona görə A-dan A1-ə qədər məsafə, A-dan A1-ə qədər məsafə çevrənin uzunluğuna bərabər olacaq. Çevrənin halqasının uzunluğuna bərabər olacaq. Çevrənin halqasının uzunluqdadırsa, A1 məsafəsinin uzunluğu o boyda olacaq. Çünki çevrə boyunca qatlanır.
Çevrenin uzunluq düsturu nətər idi? C bərabər idi 2 pi 2 pi r. 2 pi r. Vəssalam. Yenə deyirəm. Silindrin buna bax bu düzbucaqlı silindrin nədir? Yan səthinin açılışı. Buraya yazıram. Silindrin yan səthinin neydi bu? Açılışıdır. Biz artıq silindrin yan səthinin açılışından silindrin yan səthinin sahəsini tapa bilərik. Silindrin yan səthinin sahəsi S-yan bərabər olacaq. Silindrin yan səthi düzbucaqlı yan səthin açılışı. Düzbucağın sahəsi eni uzun arasına bərabərdir. Eni h-dır, uzunluğu 2 pi r-dir. Bunlar bir-birinə vuranda olacaq 2 pi r h. Vəssalam. Bu oldu silindrin yan səthinin açılışı. Düstur harda alındı? Silindrin açılışından alındı. Yəni yan səthin açılışından alındı. Nəysə. Sonra silindrin tam səthin sahəsini danışaq. Yazıram bura. Silindrin tam səthinin açılışı. Tam səthin estağfurullah. Açılış nə idi? Silindrin tam səthinin sahəsi. Bu da S-tan bərabərdir. Elə açılışdan görünür. Silindrin tam səthinin sahəsi bir yan səthin sahəsindən ibarətdir. Bir də 2 dənə oturacağın sahəsindən ibarətdir. 2 vurulsun S oturacaq. Bu da bərabər. Yan səthin sahə üstünü tapdıq ki, 2 pi r h-dır. Silindrin oturacaqlar dairədir. Dairənin sahəsi üstünə tər S dairə bərabərdir. Radiusun əlaqə sahəsi üstünü pi r kvadratdır. Bu da 2 dənə oturacaq olduğu üçün 2 r kvadrat olacaq. Bu da bərabərdir. Buradan uşaqlar hər ikisindən 2 r orta vuruq çıxarsa, mörtəzə qalacaq RH deməli nə orta üzr istəyirəm, səhv yazdım. Bir dəqiqə. 2 pi r kvadrat yazma əvəzinə səhv yazdım. Buranı diqqətli olmadım. Hə, 2 pi r h üstə gələk 2 pi r kvadratı. Hər ikisindən 2 pi r orta vuruq çıxarsam 2 pi r olacaq belə. H plus 2r. Qısacası silindrin tam səthinin saat düsturu oldu nə? 2 pi r vurulsun Müəllim, üzürlü sayın H plus R olmalı değildi. H plus R olmalı. Belki R yazmışım. Şu an fikrim dağıldı. Deyirəm, bax, düstur eldə olar axı. H plus R. Doğru. 2-ni orta vur çağırmışam, R yazmışım. 2 pi R vurulsun nə? R plus H belə yazırlar. Dilə uyğun olaraq. 2-ni orta vur çağırmışam, 2-yə bölməmişim burada. 2 pi R vurulsun H plus R. Düsturun hardan alındığını gördünüz də uşaqlar. Yəni mən düsturu sizə isbat elədim. Demək, yan səthin sahəsi oldu 2 pi R H. Tam səthin sahəsi oldu 2 pi R vurulsun R plus H. Все. Bir də silindrin həcmi var. Buradan yerim çatmadığı üçün yuxarı yazıram. Silindir uşaqlar prizmanın elə bir ki, bir növü kimidir də. Düz prizma deyil. Prizmanın həcmini necə tapırdıq? S oturacaq vurulsun H yazırdıq. Düzdür? Prizma həcmində. Silindir də prizmaya oxşuyur da. Alt və üst oturacağı bərabərdir axı. Prizma olduğu kimi. Oturacağı da dairədə axı. Dairənin saat üstü pi r kvadratdır vurulsun H. Bir sözlə silindrin həcm düsturu da V bərabər oldu. Pi r kvadratı H. Bir də ox kəsin sahəsində bayaq yazmışdım. S ox da bərabər idi nəyə? Bayaq yazı silmişdim. 2RH. Bax, bu düstura əzbərləyəsiniz. Ox kəsin sahəsi 2RH-dır. Həcmi P kvadrat H-dır. Tam səthin sahəsi 2P vurulsun R plus H-dır. Sonra yan səthin açılış sahəsi də 2PH-dır. Belə. Silindr haqqında uşaqlar. Elə bu qədər. Silindr yan səthin açılışını dedim. Tam səthin sahəsini dedim. Həcmini dedim. Alt və üst oturacaqların dairə olduğunu gördünüz. Deyəcəm bu qədər. İndi gəlin
Silindir haqqında suallara baxaq din test olsundan. Bir dəqiqə. Birinci sual baxaq elə. Birinci sual elə sadə suallardır. Silindrin yan səthinin sahəsi, yəni S-yan bərabərdir. 30 pi santimetr kvadrat olarsa onun o kəsin sahəsini tapın. S ox bərabər sual işarəsi. Heç burada şəkli ehtiyac yoxdur. Silindrin yan səthinin sahəsi 2 pi r h idi. Bərabər 30 pi-yə. Hər tərəfdən 2 pi ilə 30 pi-ni ixtisar apararsam, r vurulsun h bərabər olacaq 15-ə. Silindrin ox kəsiyi dedik ki, düzbucaqlıdır. Düzbucağın sahəsi də n uzunluğuna bərabər idi. N h idi, uzunluğu 2r. 2r h idi. RH-ın qiyməti 15-dir. 2-ni 15-ə vuranda edəcək 30. Yəni cavab olacaq D bəndi. Sonra ikinci sual. Silindrin oturacağın diametri D bərabər 16 santimetrdir. Hündürlüyü H bərabərdir 8-dir. Silindrin həcmini istəyir. V bərabər pi H. Necə? Diametr uşaqlar biz radiusun kimisinə bərabərdir? 2-yə bərabərdir. Onun R bərabər olacaq. 16-nı 2-yə bölsəm 8 düşəcək. Gətir burada düsturə yerinə yazırsınız, tutara gedir. Pi vurulsun, R-in yerinə yazıram 8-in kvadrat, H vurulsun 8. 8-in kubu edir, 512 pi edəcək. Cavab yəni Y bəndi. Yeni keçdik 3-cü suala. O kəsin diagonal 10 santimetr, D bərabər 13, diagonal daha bu. Hündürlüyü H bərabər 5 olan silindrin oturacaq radiusunu tapın. Burada şəkil çəkməyə ehtiyac var. Bir dənə silindir çəkirsiniz. Alt və üstü oturacaqlar dairədir. Silindrin oxunu çəkək. Silindrin oxuna ehtiyac yoxdur. Silindrin diagonalını çəkməliyik. Bax, silindrin ox kəsiyi dedik ki, düzbucaqlıdır da. Yox, yaxşı olmadı. Silindrin ox kəsiyi nədir? Düzbucaqlıdır. Bax, A, B, C, D. Diagonalı, ox kəsiyin diagonalı, yəni ABC-də düzbucaqlısının diagonalı 13-dür. D bərabər 13-dür. Burada 90 dərəcə şəxsi qoyaq. Burada düzbucaqlı alınır. Hündürlüyü də 5-dir. Onda burada çevirən mərkəzi O yazaq. Bu da radiusdur R, bu da radiusdur. Biz birinci AD-ni tapacaq. Pifagor üstünlüyündən, Pifagor teoreminə görə bura 13,5, AD-nin uzunluğu olacaq 12. AD-də oturacaqdakı dairənin diametridir. 2R 12-yə bərabərdirsə, demək R də bərabər olacaq 6-ya. Belə. Keçək 4-cü suala. Sual 4. Silindrin oturacağın radiusu R bərabər 3 cm, hündürlüyü də H bərabər 5-dir. Yan səthin sahəsini tapın. Silindrin yan səthin sahə düsturu 2 pi r h idi. Bu da bərabər 2 pi vurulsun. R-in yerinə yazırıq 3, H-in yerinə yazırıq 5. 15, 30 pi. Ya düsturu bilirsənsə yazacaqsan. Bu da oldu B variantı. Sonra 5-ci sualda o tipi sualdandır. Keçək 6-cı suala. Biraz 6-cı sual maraqlıdır. Silindrin oturacağın sahəsi, yəni S oturacağın sahəsi, o kəsin sahəsinin nisbəti belə yazaq. O kəsin sahəsinin nisbəti kötüz pi-nin 4-ə nisbəti. Kəs xəttinə əvəz elədim. Bölməməlini. Olarsa, bu silindrin o kəsinin diagonalı ilə oturacaq müstəvisə arasındakı bucağı tapın. Həmin silindiri çəkək, göstərim ki, nə demək istəyir. Bu silindirdir. O oturacağını çəkirik. Oturacaq dairədir. O kəsinin diagonalını çəkək. Bu da o kəsin diagonalı. Burada düzbucaq üçbucaq alınır. A, B, C, D düzbucaqlısı silindrin o kəsiyidir uşaqlar. Oturacaq çevirən mərkəzi burada O nöqtəsi olsun. Bunlar radiuslardır. R, bu da H-dır. Hündürlükdür, bu da H-dır. Bu da diagonal. Bizdən nə soruşur? Oturacaq müstəvisə ilə diagonal arasında qalan uzağı soruşur.
Yəni bu bucağı istəyir. Bax bizdə diaqonalla oturacaq müstəvi sahəsində qalan bucaq buradır. Buraya yazıram alfa. Bu alfanı biz tapmalıyıq. Oturacağın sahəsi uşaqlar dairə olduğu üçün dairənin sahəsi pi r kvadrat olacaq. O kəsin sahəsi də buradan görünür 2RH-dır. Düz bucağın sahəsidir. 2RH bərabərdir kökü 3 pi bölünsün 4. Hər iki tərəfin pi ilə ixtisar gedir. Vso. R-lər buradan ixtisar gedir. Bir dənə R burada qalır. Deməli belə qalır. R bölünsün 2H bərabər kökü 3 bölünsün 4. İndi bizə nə lazımdır? Bunu tapdıq. Bu belə qalsın hələ ki. Sonra alfa bucağını istifadə edəcəyik. Bu alfa görürsünüz bizə verilənlər R-dir, bir də H-dır. Bu düz bucaq şu bucaqda triqonometrik nisbətlərə görə alfa bucağının qarşısındakı katetin, H-ın yəni 2R-ə nisbəti AD-yə nisbəti yəni tangens verəcək. Tangens alfa bərabərdir H bölünsün 2R. Buradan biz R bölünsün H-ı tapmışıq da bunu biz belə yaza bilərik. Bax görürsünüzmü? Lap çarpaz da vura bilərsən, fərq eləməz. Yəni 2H bərabərdir. 2H yox, 2H yox. Bir dəqiqə. Mən bilsin nə etmək istəyirəm. Burada 2 ilə 4-ü ixtisar aparmaq istəyirəm əslində. 1, 2, bilməm başa düşürsünüz ya yox. Qalacaq R bölünsün H bərabərdir. Kötüz bölünsün 2. Burada da bərabər yazıram. 2-nin məxrəcdəki 2-nin qarşıya 2-də 1 kimi çıxardıram. 2-də 1 vurulsun. H bölünsün R yazsam. Bu R bölünsün H-dır. Bu isə H bölünsün R-dir. R bölünsün H kötüz bölünsün 2-dirsə, buraya gətirib tərsin qiymətini yazarsınız. 2 bölünsün kötüz. Bunlar ixtisar gedəcək. 1, 1. Yəni qalacaq 1 bölünsün kökü 3. Yəni 1-in kökü 3-ə nisbəti olacaq. Bizdən nə soruşur? Bucağı soruşur. Onda biz belə yazacağıq. Bunu irrasionaldan azad edəcək. Kökü 3 bölünsün 3 alınacaq. Onda tangens alfa. Tangens alfa yəni alındı. Yəni kökü 3 bölünsün 3. Tangens kökü 3 bölünsün 3-ün istər azalır. Kim deyər? 30. 30 dərəcədə, bəli. Burada olacaq 30 dərəcə. Yəni diaqonalla oturacaq müstəvi arasındakı qalan bucaq 30 dərəcə olacaq. 60 dərəcə nə idi? 30 dərəcə olacaq. Yəni cavab C bəndi. Bax bu tipli suallar çox düşür imtahana. Sonra keçək növbəti 7-ci sual belədir. 8-ə keçirəm. Sual 8. Silindrin hündürlüyünün və oturacağın diametrini 3 dəfə artırsaq, həcm necə dəyişər? Silindrin həcm üstünə yazsaq, V bərabərdir pi r kvadratı h. Bu belə qaldı. İndi silindrin hündürlüyünü və oturacağın başına oynasırlar. Bunu yeni bir silindir həcm alınacaq. Bunu V1 yazalım. V1 bərabər pi vurulsun. Hündürlüyü və oturacağın diametrini 3 dəfə artırsaq. Diametri şu ala 2 bərabərdir də. Diametri 3 dəfə artırmaq ilə radiusu 3 dəfə artırmaq deməkdir. Yəni Mən V1 bərabərdir pi yazmısınız orada. hə, Hə, boş pi. oxşamır pi-yə. Elə bildim internetdə olmayıb ya Yox, da belə olur. Danışıram, bax görürsən səsim gəlir. D bərabər 2. Bax, diametri 3 dəfə artırmaq uşaqlar. Diametri 3 dəfə artırmaq, radiusu 3 dəfə artırmaq deməkdir. Çünki diametr radiusda düz asılıdır. Yəni pi vurulsun R1 kvadratı vurulsun H1-in kvadratı yazacağım da. Yeni silindir H1 yazacağam. Yeni silindirin həzm üstünə. Deməli R1 bərabər olacaq neçə? Əvvəlki diz hündürlük və oturacağın diametri 3 dəfə artırarsak. Yenə deyirəm, hündürlük və oturacağın diametri 3 dəfə artmaq ilə hündürlüyə radiusunun 3 dəfə artması deməkdir. R1 olacaq 3 r. Yəni yeni alınan silindirin oturacağın radiusu əvvəlki silindirin oturacağın radiusunu 3 dəfə böyükdür. H1 ilə bərabər olacaq 3H-a. Gətir burada yerinə qoysaq, yəni V1 bərabər olacaq. Pi vurulsun, R1-in yerinə yazıram 3R-in kvadratı, H1-in yerinə yazıram 3H. Bu da bərabər pi vurulsun 9R kvadratı vurulsun 3H. Yəni o da bərabər olacaq 27 pi R kvadratı H. Əvvəlki silindirin həcmi pi R kvadrat H idi. Sonraki silindirin həcmi oldu 27 vurulsun pi R kvadrat H. Deməli buradan görünür ki 27 27 dəfə aldım. artdı. Bəli. Yəni cavab olacaq A bəli. 27 məxrəcdə olsaydı, 1 bölünsün 27 olsaydı, onda 27 dəfə azalmış olardı.
Davam edək. 9-da da 9 bu tipli sualdandır. İstəyirsiniz baxaq. Amma bunu sizə saxladım. Keçək 10-cu suala. Silindrin oturacaq radiusu 3, R bərabər 3, hündürlük H bərabər 8, olarsa o kəsin diagonal tapın. D bərabər sual işarəsi. Silindri çəksək və silindri çəkək bəli. Bu sizin silindir. Oturacaqlar dairədir. Diagonalını çəkək. Bu da silindrin diagonalı. ABCD silindrinin o kəsidir. Radius çevrən mərkəzi buradır. Radius 3'tür. R bərabər 3. Bu da R bərabər 3 olacaq. Onda bu AD məsafəsi olacaq 6. Sonra hündürlük 8'dir. Diagonal bu. Diagonal neçə olacaq yaxşı? On. Bəli, 10 olacaq. Pifaqor teoreminə görə 10 olacaq. Cavab Y bəndi. Bax belə. Sonra 12-ci suala baxaq. Silindrin ox kəsim sahəsi, yəni S ox bərabərdir 6 bölünsün pi metr kvadrat, onu yazmıram. Silindrin yan səthin sahəsini soruşur. S yan bərabərdir. Silindrin yan səthin sahəsi 2 pi r h-dır. Silindrin ox kəsim sahəsi da nəyə bərabərdir? 2 r h-a. Bu da nəyə bərabərdir? 6 bölünsün pi-yə. Buradan götürüb tənliyi həll edirik. Deməli, bu məxrəcdən bir yazıb çarpaz vurursam 2 pi r h bərabər olacaq 6'ya. Deməli, silindrin yan səthin sahəsi olacaq 6. A bəndi. Все. Görürüz nə rahatdır. 10 üstə belədir. Keçirik 14-ə. Silindrin yan səthin sahəsi oturacağın sahəsindən 5 dəfə böyükdür. Yəni S yan bərabərdir 5 vurulsun S oturacağı. Onun oturacağın radiusunun hündürlüyə nisbətini tapın. Yəni R-in H-a nisbətini istəyir. S yan düsturu 2 pi r H-dır. 5 vurulsun oturacağın sahəsi pi r kvadratdır. Hər tərəfin pi ilə ixtisar edir. R-lərin biri ixtisar edir, biri qalır. Deməli, qaldı nə? 2H bərabərdir 5R-ə. 5 nə? H-ın da R-ə nisbəti bərabər 5-in 2-yə nisbəti. Burada R-in H-a nisbəti isə bu da olacaq 2-in 5-ə nisbəti. Yəni 2 bölü 5. Bitdi. Cavab B variantı. Davam edirik. 15 də bunun kimdir? Keçirik 16-cı suala. Silindrin oturacağın sahəsi S oturacağın sahəsi S-dir. O kəsin sahəsi Q-dür. S ox da Q-yə bərabərdir. Silindrin tam səthin sahəsini tapın. Silindrin tam səthin sahə düsturu belə idi. 2 pi r vurulsun r plus h idi. Düsturun çıxarılışını bayaq göstərdim sizə. Burada S oturacaq S-ə bərabər. Oturacağın sahəsi dairədir də biz bilirik. Dairənin sahəsi pi r kvadrat. Yəni pi r kvadrat bərabər S-dir. O kəsiyi də Q-dür. Onda o kəsin sahəsi isə 2 RH idi. O da bərabər Q-yə. Aha. Deməli, bunu vurub açsaq 2 pi r kvadratı üstəgələ olacaq 2 pi r h. Burada uşaqlar pi r kvadrat s-ə bərabərdir axı. Burada pi r kvadratın yerinə yatırıb s yazıram. Olur 2s plus 2 RH da Q-yə bərabər. Görürsünüzmü? 2 RH da buradadır. Pi Q vurulsun pi olacaq. Pi var axı burada. Yəni 2 üstəgələ QP. Bir dəqiqə. Hə, mən 16-cı suala baxıram. Deyirəm axı 10-cu sual. 2 üstəgələ QP. 2S üstəgələ QP. A bəndi. Prosta yeri dəyişir. A bəndi uşaqlar. 17 də bunun kimi sualda özünüz sərbəst yazarsınız.
Baxaq 18-ə. Silindrin oturacaq radiusunu dəyişmədən, yəni R sabit qalacaq. Hündürlüyün nisbi artırma lazım ki, onun həcmi 8 artsın. Silindrin həcmi düstur pi r kvadrat h-dır. Oturacağın radiusunu dəyişmir. R qalır sabit. Burada həcmlə h düz asılıdır. Həcmlə h düz asılıdır. Düz asılı. Burada deyir ki, dəyişmə hündürlüyün nisbi artma lazım ki, onun həcmi 8 artsın. Həcm 8 artırırsa, bu 8 artırırsa uşaqlar, onun hündürlük 8 artacaq. Vəssalam. C bənd. Sonra baxırıq 19-cu suala. Silindrin yan səthin sahəsi S-dir. S yan bərabərdir. S-dir. Bərabər olan silindrin ox kəsin sahəsini tapın. S oxu soruşur. Ox kəsin sahəsi 2R-H idi. Silindrin yan səthin sahəsi 2PR-H-dır. Bərabər S-ə. Mən buradan 2R-H-ı tapsam, S bölünsün nə olacaq? Pi. Gətirib buraya yenə qoysam, bu da olacaq S bölünsün pi. Söv. B variantı. Keçək 20-ci suala. Silindrin o kəsin dianalı D bərabərdir 8 kötə 2. Silindrin o kəsin dianalı 8 kötə 2 sm bərabər olan kvadratdır. Aha. Bayaq demişdimizsə, əgər silindrin o kəsi kvadratsa belə silindirə bərabər tərəf silindir deyirlər. Silindrin oturacağın radiusunu tap deyir. R bərabər sual işarəsinə. Yəni o kəsi kvadrat formalı olan biz silindir çəkəcəyik. Bax belə. Dianalını çəkək. A, B, C, D. Bu da kvadrat. A, B, C, D. Bu da kvadrat uşaqlar. Dianalı 8 kötə 2-yə bərabərdir. Bu kvadratsa, bura hündür h-dır. H deməli, burada r-dir. Radiuslar. H deməli, bura 2r-dir. Kvadratın bütün tərəfləri bərabərdir axı. Deməli, h burada nəyə bərabər olacaq? 2r-ə. Kvadrat olduğu üçün. Biz də bilirik ki, düzbucaqlı üçbucaqda bərabər olan düzbucaqlı üçbucaqda hipotenuz katetin birinin uzunluğu kötə 2 dəfə böyükdür. Yəni katetin kötə 2-yə vursaq, yəni 2r-i kötə 2-yə vursaq, hipotenuza bərabər olacaq. Bu qaydadır. Kötə 2-də ixtisar edir, qalır 2r bərabər 8-ə, r də bərabər olacaq 4-ə. Bizdən nəyə soruşurdu? Silindrin oturacaq radiusunu soruşurdu, o da olacaq 4, yəni A bəndi. Belə bir baxın. Sonra keçirik növbəti sualımıza. 21 də bunun kimidir. 22-yə baxaq. Silindrin hündürlüyü 8-dir. H bərabər 8. O kəsin sahəsi S ox bərabərdir 40. Silindrin oturacağın sahəsini tapın deyir. S oturacağı soruşur. Oturacağın sahə üstürü pi r kvadrat. O kəsin sahə üstürü 2r h idi. 40-a bərabərdir. H da 8-ə bərabərdir. Gətirib yerine qoysaq 2r vurulsun 8 bərabər 40. Bu da deməli bizə r lazım. R də bərabər olacaq 40 bölünsün 16. 2 8 vuran 16 edir. 4 x çaparsa bu da qalacaq 4, bu da qalacaq. 8 x çapara birbaşa. Bu da qalacaq 2, bu da qalacaq 5. Bu da olacaq 2/5. Onu da gətirib burada yerine qoysaq pi vurulsun. R-in yerinə yazırıq 2/5-in kvadratı. O da olacaq 6/125 pi. Cavab olacaq D bəndi. 23-cü suala baxaq.
23-də deyir ki, ox kəsik kvadrat olan silindrin tam səthin sahəsi oturacağın sahəsindən s-də böyükdür. Tam səthin sahəsi oturacağın sahəsindən s-də böyük olduğunu araşdırırsa, S tamı bölməli S oturacağı. Tam səthin sahəsi 2pi r vurulsun r plus h-dır. Oturacağın sahəsi pi r kvadratdır. Burada vaxtından pi'ləri ixtisaparaq, r'lərin birini ixtisaraq biri qalacaq. İxtisapardıq. Yuxarıda qaldı 2 vurulsun r plus h bölünsün r. Biz də bayaq dedik ki, əgər ox kəsik kvadratsa bu bərabərlik tərəfi sindirdi. Onda hündürlük nəyə bərabər olurdu? 2 r. Bayaq çəkib göstərmişdim sizə. H 2 r bərabər olurdu. Bu da bərabərdir. Vurub atsaq 2 üstə gələk 2h ya da vurub açmayaq, elə saxlayaq. Gətirib yerinə qoyacaq. 2 vurulsun r üstə gələk h-ın yerinə yazacaq 2r bölünsün r. 3r 2-yə vuranda edəcək 6r bölünsün r. R qısa gedəcək. O da bərabər olacaq 6-ya. Yəni tam səthin sahəsi oturacağın sahəsindən 6 dəfə böyük olacaq. Yəni